mükəmməl şəkildə yaradılmışdır. İstər qanaxma durumları olsun, istər dərinin tamlığının pozulduğu kəsilmələr olsun, istər infeksiyalar olsun, bizim hüceyrələrimiz özlərini bərpa edirlər. Və yaxud da orta yaşlı bir insansınız, hər hansı bir ağır xronik xəstəliyiniz yoxdur, immun sisteminiz də normal səviyyədədirsə, bir infeksiyaya yoluxduğunuzda həkimə getməsəniz belə 7-10 gün içində, uzağı 2 həftə içində sağalma göstərə bilərsiniz. Təbii ki, burada sözü ağırlaşmalara aid eləmirəm. Ağırlaşmalar olarsa, növbəti ekstra infeksiyalar qoşularsa və durum həddən artıq pisləşərsə, həkimə getmək lazımlı tədbiri almaq lazımdır. Bu mübahisəsizdir. Mənim demək istədiyim isə bu durumlarda əsla təşvişə düşməyin, əsla qorxmayın, soyuqqanlı qalmağa çalışın, rahat olun, bədənin öz müqavimət gücünü unutmayın. Boşuna deyil ki, insan övladı 100 min illərdir ki, öz varlığını qoruyur. Bütün bunlar heç də təsadüf şəklində deyil.